əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Çünki mənə verilən məlumata görə bəzi hallarda işçiləri işlədirlər vaxtından çox. Bizim 8 saatlıq iş günümüz var. Vəssalam. Ondan artıq heç kim işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün işlədirlər 10 saat, 12 saat, ondan da çox. Buna son qoyulmalıdır və Nazirlər Kabineti nəzarət etməlidir buna və xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. Və işçilərə də müraciət edirəm, siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya ala bilməyəcəksiniz. Tibbi sığorta ala bilməyəcəksiniz. Və sahibkarlar da məsuliyyətli olmalıdır.